Qəbələ rayonunun Həmzəlli kəndində minimum 7 sot, maksimum 23 sot, bir hissəsi sıx meşəli hissəyə baxan və bir hissəsi də gözəl Qafqaz Sırağı dağlarına açılan mənzərəsi olan sənədli torpaq sahəsi satışa çıxarılıb. Dəyərli izləyicilər, ilk növbədə mən sizə Həmzəlli kəndi haqqında qısa bir məlumat verəcəm, sonra torpağın ətraflı məlumatını qeyd edəcəm. Bu kənd Qəbələnin təbiəti ilə öndə gələn kəndlərindən biridir. Hər tərəflərindən çay suları axan və gözəl dağlara açan mənzərəsi olan gözəl bir kənddir. Yolları asfalt və bütün kommunalları olan və Qəbələ şəhərinin mərkəzindən 2 kilometrdə yerləşən Həmzəlli kəndi. Ərazinin tam kənarından qaz xətti, işıq, internet, su xətti, bütün kommunallar keçir. Ərazimiz bu hissədir. 23 sot rahatçılıqla bir neçə hissəyə də bölə bilərsiniz. Şəxsi yaşayış üçün də, kirayə biznesi üçün də əla təklifdir. Bu torpaq sahəsinin ən böyük özəlliyi də odur ki, asfalt yoldan 50 metr məsafədə yerləşir. Hər kəsdə əsas məsələ büdcəsinə uyğun bir torpaq axtarır. Bu torpaq sahəsi də sizin üçün tam büdcəyə uyğundur. 23 sot bütöv şəkildə alınsa, bir sotunun qiyməti 6300 manat olacaq. Hissə minimum 7 sot satılsa isə 7250 manat olacaq bir sotunun qiyməti.